Bugün Litva və Azərbaycan üçün çox vacib bir axşamdır. Çünki biz böyük bəstəkarımız Čiurlionis'in 150 illiyini və Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyini qeyd edirik. Onlar hər ikisi sentyabr ayında anadan olublar. Bu fakt Litva və Azərbaycan musiqisini universal dil ilə birləşdirir. Üzeyir Hacıbəyli Azərbaycanda klassik musiqinin əsasını qoyub. Elə bizim bəstəkarımız kimi. Bu konsert Azərbaycanlı tamaşaçılar arasında böyük maraq doğurub. Bu onu göstərir ki, insanlar mədəniyyətə, musiqiyə, ədəbiyyata maraq göstərirlər. Biz bu yolla Azərbaycan və Litva arasında anlayışı və dostluğu daha da gücləndirə bilərik. Этот концерт – это как бы праздник дружбы. Bu konsert dostluq bayramına bənzəyir. Həm Litva, həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdik və bunun üçün bütün həftə çox intensiv çalışdıq. Çox yaxşı vaxt keçirdik. Litvadan bircə mənəm. Orkestr və solistlər Azərbaycanlıdır. Весь оркестр